9 nömrəli suala baxırıq. Deməli, düzbucaqlı paralelipiped verilib. AD 8, AA1 6, CD 4 olarsa, bizdən rənglənmiş üçbucağın sahəsini soruşur və B1 O'nun OD nisbəti də 3K və 2K yazaq. 3/2 nisbətindədir. Rənglənmiş üçbucağın sahəsini soruşur. İndi bizə düzbucaqlı paralelipipedin tilləri məlumdur, düzdürmü? 6, 8 və 4. Biz həmin düzbucaqlı paralelipipedin diaqonalını tapa bilərik. Yəni DB1-i tapmaq olar. DB1 kökün altında tillərinin kvadratları cəmi. 6-nın kvadratı, üstə gəl 8-in kvadratı, üstə gəl 4-ün kvadratı. Bu bizə verir kökün altında 116. İndi CD 4-dürsə AB də 4-dür. Yəni bunlar bir-birinə bərabərdir axı. Həmçinin A1 B1 də 4-dür. Burada 4-dür. Və burada baxın. Bu düzbucaqlıdır, düzdürmü? Bura düzbucaqlıdır. Belə göstərsək, 40-40 göstərsək, bura düzbucaqlıdır. Burada isə A1D həmin düzbucaqlının diaqonalıdır. Düzbucaqlının diaqonalı da tərəflərinin kvadratları cəminə bərabər. Yəni bura 6, 8 isə, burada A1D'nin uzunluğu olacaq 10. Buranın uzunluğu olacaq 10. 10'un kvadratı və 4'ün kvadratı bizə nə verir? 116, düzdürmü? Biz B1D'ni tapmışdıq 116. Deməli, burada da alındı düzbucaqlı üçbucaq. Bura düzbucaqlı üçbucaqdır. Çünki 4 və 10 katetlərdir. Katetlərin kvadratları cəmi bizə hipotenuzu verir. Və yaxud da əksinə də qayıtmaq olar. Məsələn, biz diaqonal uzunluğunu kökünün altında 116 tapmışıq. Bura kök altında 116'dır. Burada bu ədədlər Pifaqor ədədləri olduğuna görə bu üçbucaq düzbucaqlı üçbucaqdır. Yəni, bura yazıram. A1, B1, D üçbucağı düzbucaqlı üçbucaqdır. Bura A1'dir, bura B1'dir. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sahəsi katetləri hasilinin yarısına bərabərdir. Yəni S bərabərdir 4 vur 10 böl 2 olacaq 20. Həmin üçbucağın ümumi sahəsi 20'dir. Biz bilirik ki, üçbucaqda təpədən yəni ən az bir parça çəkilib AD parçası. AD parçası qarşı tərəfi 3/2 nisbətində bölübsə, sahələr də olacaq 3S, 2S nisbətində bölünəcək. Ümumi həmin üçbucağın sahəsi 20 idi. Yəni 5S bərabərdir 20'yə. S olacaq 4. S 4'dürsə bizə rənglənmiş üçbucağın sahəsi soruşulur. Rənglənmiş üçbucaqda 2S var. 2 vur 4 olacaq 8. B variantı.